Salam, hər vaxtınız xeyir olsun. Kanalıma xoş gəlmisiniz. Sınaqlara qaldığımız yerdən davam edirik. 7-ci sınağı işləyəcəyik bugün. Birinci suala baxırıq. Dünyanın siyasi xəritəsinin formalaşmasında yeni dövr üçün səciyyəvi olan cəhətlər. A variantına baxırıq. İnkişaf etmiş ölkələr arasında dünyanın yenidən bölüşdürülməsi bu ən yeni dövrə aid olan cəhətdir. B variantına baxırıq. Avropa sivilizasiyası dövlətlərinin müstəmləkələrə sahib olması. Bəli, cavabımız B variantıdır. Bu yeni dövrə aid olan cəhətdir. Digərlərinə də baxaq. C. Böyük İpək yolunun əhəmiyyətinin artması. Bu orta əsrlər dövrünə aid olan cəhətdir. Orta əsrlərdə Böyük İpək yolunun tədricən əhəmiyyəti artıb. D variantına baxırıq. Asiya ölkələrində imperiya sisteminin yaranması. Bu da orta əsrlərə aid olan xüsusiyyətdir. Y variantına baxırıq. Soyuq müharibə siyasətinin həyata keçirilməsi ən yeni dövrə aid olan cəhətdir. Deməli, doğru cavabımız B variantı olmuş olacaq. İkinci suala baxırıq. Dünyanın siyasi xəritəsinin formalaşmasında kəmiyyət dəyişikliklərinə aiddir. Deməli, siyasi xəritədəki dəyişikliklər iki qrupa bölünür. Kəmiyyət və keyfiyyət. Kəmiyyət dəyişikliyi dedikdə biz dövlətlərin ərazilərinin dəyişməsini nəzərdə tutacaq. Yəni birləşmə, parçalanma, ərazilərin itirilməsi və ya qazanılması və s. kimi xüsusiyyətləri götürəcəyik. İndi baxırıq birə dövlət idarəetmə formalarının dəyişməsi bu keyfiyyətə aiddir. 2. Müharibələr nəticəsində ərazilərin zəbt olunması. Bəli, 2-ni götürəcəyik. Yeni kəşf olunan ərazilərin ölkələrə birləşdirilməsi. Həmçinin 3-də götürəcəyik. Keçdik 4-ə. Müstəmləkələrin müstəqillik əldə etməsi keyfiyyətə aiddir. Dövlətlərin müxtəlif təşkilatlarda əməkdaşlıq etməsi də keyfiyyətə aiddir. Ölkələrin parçalanması və ya birləşməsi bu kəmiyyətə aid olacaq. Deməli, doğru cavabımız 2, 3, 6. 2-nin cavabı A variantıdır. Üçüncü suala baxırıq. 90-cı illərdə müstəqillik əldə edən türk dövlətləri. Deməli, birinciyə baxırıq. Qazaxıstan, bəli, həm türk dövlətidir, həm də 90-cı ildə müstəqillik əldə edib. 90-cı illərdə, daha doğrusu 2. Tacikistan türk dövləti deyil, ona görə 2-ni götürməyəcəyik. 3. Azərbaycanı götürəcəyik. 1, 3. Türkiyə müstəqilliyi 1923-cü ildə əldə edib. 90-cı illərdə əldə etməyib, ona görə 4-ü götürmürük. Macarıstan ümumiyyətlə türk dövləti deyil. 5-i götürmürük. 6 Qırğızistan türk dövlətidir və 90-cı illərdə müstəqillik əldə edib. Deməli, 1, 3 və 6 bizim doğru cavabımızdır. 3 C variantıdır. 4-cü suala baxırıq. Xəritə sxemdəki rəqəmlərə əsasən ən qədim eramızdan əvvəl 4-cü minilliyə aid sivilizasiya mərkəzini müəyyən edin. Ən qədim sivilizasiya şərq sivilizasiyasıdır. Bu sivilizasiya İslam sivilizasiyada deyirlər və bu sivilizasiya Cənub-Qərbi Asiyada və Şimali Afrikada yayılıb. Ona görə biz götürəcəyik 4-ü. Cənub-Qərbi Asiya və Şimali Afrikada yayılıb. 4-ün cavabı A variantı olmuş olacaq. 5-ci suala baxırıq. Qərb sivilizasiyası Avropada yaransa da, onun Şimali Amerika və Avstraliyada da geniş yayılmasına təsir göstərmişdir. A. Etnik xüsusiyyətlərin oxşar olması. Xeyr. Daha qədim olması. Xeyr, daha qədim deyil. Daha ən qədim sivilizasiya bayaq dedik, şərq sivilizasiyasıdır. C. Yerli əhalinin Avropadan gəlməsi. Xeyr. Düzgün cavab deyil. Bu da əhalinin eyni dil ailəsinə aid olması. Bu da doğru deyil. Dənizçiliyin inkişafı, bəli. Dənizçiliyin inkişafı nəticəsində Avropalılar səyahətlər etməyə başlamışlar və bu səyahətlərin nəticəsində kəşflər edirdilər. Böyük coğrafi kəşflərdən sonra deməli, Avropalılar yeni dünyaya səfərlənərək qərb mədəniyyətini yaymaya başladılar və bu da dənizçiliyin inkişafı nəticəsində olub, təbii ki, yəni bizim cavabımız, düzgün cavabımız Y variantıdır. 6-cı suala baxırıq. Sayan Altay dağlarının şimal-qərb bölgəsi. Mərkəzi Asiya, Qafqaz, Kiçik Asiya yarımadası üçün ümumi əlamət.
A variantı Türk sivilizasiyasının yayıldığı ərazilərdir. Bəli, bu düzgün cavabdır. Elə doğru cavabımız A variantıdır. Digərlərinə də baxaq. Bütövlükdə subtropik iqlim qurşağında yerləşir. Xeyr, Sayan Altay dağlarının şimal-qərb bölgəsi mülayim iqlim qurşağında yerləşir. Bir də ümumiyyətlə Qafqaz, Mərkəzi Asiya subtropik qismən mülayim iqlim qurşaqlarında yerləşirlər. B variantı da doğru cavab deyil. C. Dünya okeana birbaşa çıxışları vardır, yoxdur olacaqdır. D. İnkişaf etmiş ölkələrin yerləşdiyi ərazilərdir. Xeyr, inkişaf etməkdə olan ölkələrdir. Əhalinin sıxlığı yüksəkdir. Əhalinin sıxlığı Sayan Altay dağlarının şimal-qərb bölgəsində, Mərkəzi Asiyada yüksək deyil. Təbii ki, daha aşağıdır. Yəni, oxşar cəhət bir tək A variantıdır. Türk sivilizasiyasının yayıldığı ərazilərdir. 7-ci suala keçid edirik. Türk xalqlarının dini inancları ilə bağlı uyğunluğu müəyyən edin. Burada dinlər verib və indi bir-bir uyğunlaşdıracaq. Bir, İslam. İslam dininə etiqad edənlər deməli, birə aid olmuş olacaq tatarlar, bir də qazaxlar İslam dininə etiqad edirlər. Birə deməli aid oldu B və D variantlar arasında baxırıq. D variantı uyğundur. 2. Xristian dininə etiqad edənlər qaqauzlardır. Qaqauzlar, bir də çuvaşlar. İudaizm isə karaimlər etiqad edir. Yəni 3-ə də C olmuş olacaq. 7-nin cavabı D variantıdır. 8-ci suala baxırıq. Türk xalqları ilə bağlı uyğunluğu müəyyən edin deyir. Baxaq. 1. Müstəqil dövlətə malikdir. Bu, təbii ki, Qırğız C aid olmuş olacaq. Qırğızistan dövləti, Qırğızların yaşadığı Qırğızistan dövləti müstəqil dövlətə malikdir. 1-ə C aid olacaq. 2-yə baxırıq, dövlət qurumuna malikdir. Bunlar da təbii ki, tatarlar, bir də tuvallar dövlət qurumu yaradıblar. 2-yə B-dir. 3-ə isə, 3 nə idi? Yerli xalqlar hesab edilir. Noqaylar, bir də qumuqlar. Varianta baxırıq. A variantı ilə uyğundur. 1C, 2B-dir, 3A-Y. 8-in cavabı A variantıdır. 9-cu suala baxırıq. Azərbaycanı Avropa ilə birləşdirən TANAP layihəsi üzrə çəkilən qaz xəttinin ardıcıl olaraq keçdiyi ölkələr. Belə ki, təbii ki, Gürcüstandan keçir birinci, sonra Türkiyə 4-1, sonra Yunanistan 2, sonra Albaniya və ən sonunda İtaliya oldu. Deməli, necə? 4, 1, 2, 5, 3. 9-un cavabı Y variantıdır. 10-cu suala baxırıq. Aralıq dənizi və ya Mediterraneum tarixi coğrafi regionuna aid olan ərazilər. Deməli, Aralıq dənizi və ya Mediterrana 3 qitəni əhatə edən tarixi regiondur. Sahəsi 4 milyon kvadrat kilometrə qədər olan bu ərazi oxşar coğrafi xüsusiyyətlərə malikdir. Deməli, indi variantlara baxırıq görək, hansı variantdır? A variantına baxırıq. Cənubi Avropa, bəli. Cənub-Şərqi Avropa, həmçinin Cənub-Qərbi Asiya, bir də Şimali Afrika. Elə cavabımız da A variantı olmuş olacaq. Bu ərazilər Aralıq dənizi və ya Mediterraneum tarixi coğrafi regionuna aid olan ərazilərdir. Onun cavabı A variantı. 11-ci suala baxırıq. G7, yəni böyük yeddiliyə daxil olan ölkələr. Bir baxaq. Avstraliya İttifaqı böyük yeddiliyə aid deyil. Çin də həmçinin deyil. AFER aiddir. Almaniya Federativ Respublikası. Yaponiya həmçinin aiddir. 2-5. Rusiya aid deyil. 6 Kanada aiddir. 2-5, 6 bizim doğru cavabımızdır. Doğru cavab 11-də C variantı olmuş olacaq. 12-ci suala baxırıq. Dünyada çox mərkəzli iqtisadi modelin yaranması hansı illərə təsadüf edir və hansı ölkənin iqtisadi inkişafının nəticəsidir? Təbii ki, bu Yaponiya ölkəsidir və bu 1950-ci illərə təsadüf edir. Yəni 12-ci cavabı Y variantıdır. 13-cü suala baxırıq.
G20'ye daxil olub, G7'ye daxil olmayan ölkələr. Bu ölkələr hansı ölkələrdir? Deməli, Yaponiya G7'ye daxildir. Yaponiyanı çıxırıq, İtaliyanı çıxırıq, bir də Kanadanı çıxırıq. Çin G20'ye daxildir. Türkiyə də həmçinin G20'ye daxildir. Avstraliya İttifaqı da həmçinin G20'ye daxil olan ölkədir. Deməli, doğru variantlarımız oldu. 1, 3, 4, 13-ün cavabı olmuş olacaq C variantı. 14-cü suala baxırıq. Eyler-Veyn diaqramına uyğun bəndləri müəyyən edin. Qonur torpaqları, qara torpaqlar. Bu sual burada olmamalıydı. Bu sual biosfer mövzusu ilə bağlı sualdır, amma yəqin səhv düşüb də. Eləyək yenə də. Qonur torpaqlara aid olan fikirlər, qara torpaqlara aid olan fikirlər. Gəlin seçək görək hansı fikirlərdir. Deməli, ot örtüyü altında formalaşmışdır. Bu, qara torpaqlara aid olan fikirdir. 1, 2-yə aid olmuş olacaq. Mülayim iqlim qurşağında yerləşir, yayılıb. Bu, hər ikisinə aid olan xüsusiyyətdir. Hər ikisinə aid olan xüsusiyyətdir. Gəlin bunu burada yazaq. Deməli, ot örtüyü altında formalaşmışdır. Bu, 2 aid olan xüsusiyyətdir. Yazırıq burada. Mülayim iqlim qurşağında yayılmışdır. Bu, hər ikisinə aiddir. 2. Eyni yarpaqlı meşələr altında formalaşmışdır. Bu, qonur torpaqlara aiddir. 3, 1-ə yazacaq. Sonra, yayıldığı ərazidə südlük istiqamətli heyvandarlıq inkişaf etmişdir. Bu da bir aid olan xüsusiyyətdir. Deməli, 4-ü 1-ə yazacaq. Sürüntülərlə zəngindir. Bu, hər ikisinə aid olan xüsusiyyətdir. 5-i bura yazırıq. Yayıldığı ərazilərdə taxançılıq inkişaf etmişdir. Bu da qara torpaqlara aid olan xüsusiyyətdir. Deməli, 1-ə 3, 4, 2-yə 1, 6, 3-ə 2, 5, 14-ün cavabı D variantıdır. 15-ci suala baxırıq. Doğru bəndləri müəyyən edin, ölkələri verib. İndi baxaq, İtaliya respublikadır, bəli, düzgündür, həm də unitar dövlətdir, biri götürəcəyik. Braziliya respublikadır, eyni zamanda federativ dövlətdir. 2-ni də götürəcəyik, deməli 1, 2, 3. Norveç respublika deyil, monarxiyadır. Ona görə biz 3-ü götürmürük. 4. Belçika monarxiyadır, bəli, həm də federativdir. 4 də düzgündür, deməli 1, 2, 4. Düzgün cavablardır. 5. Mərakeş monarxiyadır, lakin federativ deyil, unitardır. Meksika respublikadır, lakin unitar deyil, federativdir. Ona görə altını da götürməyəcəyik. Deməli, oldu düzgün cavablar 1, 2 və 4. 15-ci cavabı Y variantı. 16-cı suala baxırıq. Müvafiq olaraq Avropa, Amerika və Asiyada yerləşən federativ ölkələr. A variantına baxırıq. Avstriya, bəli, federativdir, ABŞ federativdir, lakin Qətər unitardır. A variantını götürmürük. B variantına baxırıq. Almaniya federativdir, Kanada federativdir, Qazaxıstan unitardır. B-ni də götürmürük. C-yə baxırıq. Rusiya federativdir, Braziliya federativdir, Pakistan federativdir. 16-nın cavabı C variantıdır. D variantına baxırıq. İsveç federativ deyil, unitardır. Sonra Venezuela, Pakistan federativdir. E variantı Bosniya və Hersegovina konfederasiyadır. Bu konfederativ ölkədir. Meksika federativdir. İndoneziya isə unitar dövlətdir. E variantına götürmürük. Deməli 16-nın da cavabı olmuş olacaq C variantı. 17-ci suala baxırıq. Xəritə sxemdə rəqəmlərlə verilən ölkələr üçün ümumi əlamətlər.
Deməli, bu hansı ölkələrdir? 1 Qazaxıstandır. Qazaxıstan. 2 Əfqanistandır. Əfqanistan. 3 Çad ölkəsidir. 4 də Boliviyadır. İndi gəlin baxaq görək. 1 federativ respublikalardır deyir. Xeyr, Qazaxıstan bayaq dedi unitardır. Ona görə bir götürmürük. OPEC təşkilatının üzvüdürlər. Xeyr, bu da düzgün cavab deyil. 3 təsərrüfatın birinci və ikinci sektorlarının payı üstündür. Bəli, inkişaf etməkdə olan ölkələr olduğuna görə burada təsərrüfatın birinci və ikinci sektoru üstünlük təşkil edir. 3-ü götürürük. 4 inkişaf etməkdə olan ölkələrdir. Bəli, bayaq dedik, inkişaf etməkdə olan ölkələrdir. 4-ü də götürəcəyik. Materik daxili ölkələrdir. Bəli, hər 4-ü də materik daxili ölkələrdir. 5-i də götürürük. Bütövlükdə fəal seysmik qurşaqda yerləşirlər. Bu da oxşar xüsusiyyət deyil. 4 fəal seysmik olsa da 3 görürsünüzmü platformada yerləşir. Ona görə biz götürmürük bunu da oxşar xüsusiyyət kimi. İndi deməli cavabımız hansı oldu? 3, 4 və 5, 17-nin cavabı olmuş oldu A variantı. 18-ci suala baxırıq. Səudiyyə Ərəbistanı və Birləşmiş Ərəb Əmirliyi dövlətləri üçün ümumi əlamətləri soruşur. 1. Monarxiya idarə etmə formasına malikdir. Biri götürəcəyik, bəli, hər ikisi monarxiyadır. 2-yə baxırıq, inzibati ərazi bölgüsü federativdir. Xeyr, Səudiyyə Ərəbistanı federativ deyil, unitardır. Ona görə 2-ni oxşar xüsusiyyət kimi götürmürük. Arid iqlim şəraitində yerləşir, bəli. Hər ikisi quraq ərazidir. 1, 3, 4 OPEC təşkilatının üzvüdür, bəli. Hər ikisi də OPEC təşkilatının üzvüdür. 5 inkişaf etmiş ölkədir. Xeyr, inkişaf etməkdə olan ölkələrdir. Qırmızı dənizin sahilində yerləşir. Səudiyyə Ərəbistanı Qırmızı dənizin sahilində yerləşsə də Birləşmiş Ərəb Əmirliyi Qırmızı dənizin sahilində yerləşmir. Deməli, bizim doğru cavablarımız oldu 1, 3 və 4. 18-in cavabı A variantıdır. 19-cu sual məsələ həllidir. Ölkələrin neftlə təminatını müqayisə edin. Ölkələr A, B, C neft ehtiyatları verib, bir də illik neft hasilatı verib. Biz bunu təbii ki, düstura əsasən edəcəyik. Düstur necə idi? Bu 11-ci sinifin dərsliyinə aid sualdır. Orada verilib düstur. 11-ci sinif kitabında var. Siz də yəqin ki, bilirsiniz artıq həmin düsturu. Deməli, təminatı tapmaq üçün biz nə edirdik? Təminatı tapmaq üçün təbii ki, ehtiyatları bölürdük hasilata. İndi bunların hamısını bir-bir biz tapmalıyıq. Gəlin tapaq. Birinci A-nı tapaq. A bərabərdir. Ehtiyatlar nə qədərdir? 2,5 milyard ton. 2,5 milyard. Bölünsün illik neft hasilatına 25-ə. 25 milyon. Mən birbaşa cavabı yazacağım vaxt getməsin deyə. Deməli, birincidə cavab olacaq 100. B-yə baxırıq, B-ni də hesablayırıq. B-də deməli 1,8-i böləcəyik 15-ə. Yəni, bu milyarddır da, bunu nəzərə almaq lazımdır. Bu da milyondur. O da bərabərdir. Birbaşa yenə cavabı yazıram 120. Vaxt getməsin. C bərabərdir. Ehtiyatımız 3,6 milyard. 3,6 milyard. Bölünsün 40 milyon. 40 milyon. O da bərabərdir 90'a. İndi bunları müqayisə eləyəcəyik. Aralarında ən böyüyü deməli B böyükdür A-dan. O da böyükdür C-dən. Cavabımız hansı oldu? 19'un cavabı C. Yəni bu məsələ həllini eləmək üçün düstur bilmək lazımdır sadəcə. Asandır yəni əslində. 20-ci suala baxırıq. Xəritə sxemə əsasən filiz və yanar faydalı qazıntıların daha geniş yayıldığı əraziləri müvafiq olaraq müəyyən edin deyir. Deməli, filiz faydalı qazıntılar bildiyimiz kimi yaylalarda, dağlıq yaylalarda daha çoxdur. Yanar faydalı qazıntılar ovalıqlarda, düzən ərazilərdə
çoxdur. İndi gəlin baxaq görək. Bir Qərbi Avstraliya yaylasıdır. Burada filiz faydalı qazıntılar üstündür. Deməli, birə aid olmuş olacaq. 2-yə baxırıq. 2 Qərbi Sibir ovalığıdır. Burada yanar faydalı qazıntılar üstünlük təşkil edir. Bu 2-2-yə aid olmuş olacaq. 3 də həmçinin burada Şimali Afrikada yanar faydalı qazıntıların zəngin olduğu yerdir. 2, 3. 6-da Meksika sahili ovalıq. Burada da yanar faydalı qazıntılar üstünlük təşkil edir. 4 Braziliya dağlıq yaylası. Burada filiz faydalı qazıntılardır. 5 Dekan yaylası. Burada da filiz faydalı qazıntılardır. Deməli 1-ə aid oldu. 1, 4, 5, 2-yə aid oldu. 2, 3, 6, 20-nin cavabı B variantıdır. 21-ci suala baxırıq. Xəritə sxemə və cədvələ əsasən doğru bəndləri müəyyən edin. Baxaq, bir də 2 və 3. 2 və 3 bu ərazilər. Deyib, buxarlanmanın miqdarı böyükdür. Xeyr, bura 3 Naxçıvanın Arazboy ərazisidir, quraq ərazisidir. 2 həmçinin də quraq ərazisidir. Burada buxarlanma yox, buxarlanma qabiliyyəti üstündür. Ona görə biri doğru cavab kimi götürmürük. 2-yə baxırıq. 1 və 4-də deyir, mezozoy yaşlı suxurlar yayılmışdır. Bəli, ikini biz götürəcəyik. Hər ikisinin də mezozoy yaşlı suxurlar yayılıb. 2 bizim doğru cavabımızdır. Sonra 3-ə baxırıq. Rütubətlənmə əmsalı böyükdür. 4 və 5-də. 4 Böyük Qafqazın yüksək dağlığıdır. Yağıntılar çox düşür. Rütubətlənmə əmsalı vahiddən böyükdür. 5 Talış dağlardır. Yenə rütubətlənmə əmsalı vahiddən böyükdür. Deməli 2, 3 bizim hələ ki doğru cavablarımızdır. 4-ə baxırıq. 3, 6, 3 Naxçıvanın Arazboy düzənliyidir. Burada deyir interazonal landşaft geniş yayılıb. Xeyr, təbii ki burada interazonal landşaft geniş yayılmayıb. Deməli 4 səhv cavabdır. 5-ə baxırıq. Üzüm mənşəli faydalı qazıntılar yayılıb. 2 və 6-da. 2 burada, 6 burada. Bəli. Hər ikisində də üzüm mənşəli faydalı qazıntılar yayılıb. Deməli 5-i də götürəcəyik. 6, 1 və 5 filiz mənşəli faydalı qazıntılar yayılmışdır. Bir də yayılsa da 5 Talış dağlarında filiz mənşəli faydalı qazıntılar yayılmayıb. Ona görə də 6 da səhv cavabdır. Bizim deməli doğru cavablarımız 2, 3 və 5 oldu. 21-ci cavabı Y variantıdır. 22-ci suala baxırıq. Eyni miqdarda enerji əldə etmək üçün verilən yanacaq növlərinin hansının kütləsi müvafiq olaraq daha az və daha çox olacaqdır. Deməli, bu olacaq təbii ki, 1-ə aid olmuş olacaq neft. Kütləsi ən az olan neft olacaq. Kütləsi ən çox olan olacaq yanar şist. 22-nin cavabı A variantı. 23-cü suala baxırıq. Ölkənin ümumi daxili məhsulunun dəyəri 360 milyard ABŞ dolları, ümumilli məhsulun dəyəri 300 milyard ABŞ dollarıdır. Ölkə şirkətlərinin xaricdə yaratdığı dəyər ümumilli məhsulun 15%-ni təşkil edir. Xarici şirkətlərin bu ölkədə yaratdığı dəyəri hesablayın deyir. Biz əvvəlcə ölkə şirkətlərinin xaricdə yaratdığı dəyəri tapacaq. Bu da ümumilli məhsulun 15%-dir. Yəni 300-ün 15%-ni tapacaq. 300-ün 15%-ni tapmaq üçün 300-ü vurarıq %15-ə. O da edəcək neçə? 45. Biz indi ümumilli məhsuldan 45-i çıxarıq ki, çünki bu artıq ölkə xaricində olan ümumilli məhsulun dəyəridir. Deməli, gəlin çıxaq 300-dən 45-i. Qalanı olmuş olacaq ölkə daxilində. 300-dən 45-i də çıxanda edəcək neçə? 255. İndi biz bilirik ki, ümumi daxili məhsulun dəyəri, ümumi daxili, ölkə daxilində də 360 milyard ABŞ dollarıdır. Bizdən soruşur ki,
Xarici şirkətlərin, yəni bu ölkədə yaratdığı dəyəri hesablayın. Xarici şirkətlərin bu ölkədə yaratdığı dəyəri hesablamaq üçün biz 360 milyarddan bu millini çıxmalıyıq. Çünki artıq bu ümummilli məhsulun dəyəridir. Onu taparıq ki, xarici ölkələrin bu ölkədə yaratdığı dəyər nə qədərdir? 360-dan da çıxarıq 255-i, ondan 5, 5, 0, 105 milyard. Cavabımız oldu 105 milyard. 24. Yəni əslində məsələlər, coğrafi məsələlər əslində çox asandır. Riyaziyyatı biləni təbii ki. 24. Xəritə sxemə əsasən doğru olmayan fikirləri müəyyən edin deyir. Gəlin baxaq görək. 1A. Bura Qazaxıstandır. Məhsuldar qara torpaqlar yayılmışdır. Bəli, Qazaxıstanda qara torpaqlar yayılıb, düzgün cavabdır. Biri götürmürük. 2. B. Boksit ehtiyatları çoxdur. Bu Yaponiyanı göstərib. Xeyr, Yaponiya təbii ehtiyatlarla kasıb ölkədir. Bunu artıq bilirik. 2-ni götürəcəyik. Yazaq 2. 3. Transsərhəd su ehtiyatlarından asılılığı çoxdur. C. Düzgün cavabdır. 4-ü, 3-ü götürmürük. 4-ə baxırıq. Su və meşə ehtiyatları ilə zəngindir. Bəli, Şimali Avropa ölkəsidir. Bəli, su və meşə ehtiyatları ilə zəngin bölgədir bura. 4 doğru cavabdır. 5-ə baxırıq. Aqroiqlim ehtiyatları ilə zəngindir. Y. Bura soyuq ərazidir. Ona görə burada aqroiqlim ehtiyatları zəngin ola bilməz. Y-ni götürəcəyik. Yəni 5-i götürürük. F. Daş kömürü ixrac edir. Braziliya. Yox. Daş kömürü yox. Dəmir filiz olmuş olacaqdır. Ona görə biz 6-nı da götürürük. Doğru olmayan cavab kimi. 25-ci suala baxırıq. Mineral resursların tükənməsi insanları hansı tədbirlər görməyə istiqamətləndirir? 1. Tullantıların təkrar emalına bəli, 1 doğru cavabdır. Süni materialların istehsalına bəli, 2 də doğru cavabdır. Emal müəssisələrinin sayını azaltmağa xeyr, bu çözüm yolu deyil. 4. Xammaldan kompleks istifadəyə bəli, 4 də bizim doğru cavabımızdır. 5. Xammal ixrac və idxalını dayandırmağa xeyr, bu da səhv cavabdır. Deməli, doğrular 1, 2, 4 oldu 25-in cavabında. 26-cı suala keçid edirik. Xəritə sxemdə qeyd edilmiş ölkələrin təbii şəraiti və təbii ehtiyatları üçün ümumi əlamətlər. Deməli, 1 Azərbaycan, 2 Türkiyə, 3 Qazaxıstan. 1 əraziləri əsasən subtropik iqlim qurşağında yerləşir. Xeyr, Qazaxıstan mülayim iqlim qurşağındadır. 1-i götürmürük. 2 əlvan metal filizi ehtiyatlarına malikdir. Bəli, hər üçündə də əlvan metal filizi var. 2-ni götürürük. Daxili axarsız hövzəyə aid olan çayları var. Bəli, hər üçündə də daxili axarsız hövzəyə aid olan çaylar var. 3-ü də götürürük. Üsü mənşəli faydalı qazıntılarla zəif təmin olunub. Xeyr, bu 2 və 1-də üzvü mənşəli faydalı qazıntılar zəif deyil. Ona görə biz 4-ü götürmürük. Relyefində cavan dağlar və yayalar üstünlük təşkil edir. 1-i də götürək. 1-ə aiddir bu xüsusiyyət, 2-yə də aiddir. Lakin 3 Qazaxıstan xırda təpəliyi var burada. O qədim dağdır. Ona görə biz 5-i götürməyəcəyik oxşar xüsusiyyət kimi. Sadəcə 2 və 3-dür bizim doğru cavabımız. 27-ci suala baxırıq. Uyğunluğu müəyyən edin. Neft ixrac edən ölkələr, yeni sənaye ölkələri. Deməli, neft ixrac edən ölkələr Bəhreyindir, bir də Omandır. 1-ə, B və C aiddir. Yeni sənaye ölkələri isə Malayziyadır, bir də Türkiyədir. Haiti ümumiyyətlə bu iki qrupa da aid deyil. Deməli, 1 oldu B və C, 2 oldu A və Y. Keçdik situasiya tipli tapşırıqlara.
Qərbi Avropada antropogen mənşəli düzənlikləri ilə məşhur olan ölkə, həmçinin yanar faydalı qazıntı ilə də zəngindir. Həmsərhəd olduğu dövlətlərlə idarə etmə formasına görə oxşar və fərqli xüsusiyyətlərə malikdir. Təbii ki, bu ölkə Niderlanddır. Niderlanddan söhbət gedir. 28-ə baxırıq. Mətndə verilmiş ölkənin və burada antropogen mənşəli düzənliklərin yaradılmasının səbəbi. Təbii ki, bu ölkə Niderlanddır. Niderland. Burada antropogen mənşəli düzənliklərin yaradılmasının səbəbi, təbii ki, səbəb Orta Avropanın, o cümlədən Niderlandın Atlantik okeanının sahillərində qurunun tektonik əyilməsi baş verir. Tədrici enmələr sahil boyu ərazilərin su altında qalmasına səbəb olur və su basmalarının qarşısını almaq üçün də bəndlər tikilir, dəniz qurudulur və antropogen mənşəli düzənliklər yaranır. Mən bunu buraya yazacağam. Yazdım. Vaxt gəlməsin deyə yazdım qabaqcadan. Screen edə bilərsiniz istəsəz. Keçdik 29-cu suala. Mətnə əsasən cədvəli tamamlayın. Mətndə verilmiş ölkə ilə həmsərhəd olan ölkələr, Niderlandla həmsərhəd olan ölkələr Almaniya və Belçikadır. 29. Almaniya, Belçika. İdarə etmə formaları Almaniya Respublikadır. Respublika. Belçika isə monarxiyadır. Monarxiya. İnzibati ərazi bölgüsünə görə Almaniya federativdir. Federativ. Belçikada həmçinin federativdir. Keçdik sonuncu suala. Mətnə əsasən ölkədə ehtiyatları çox olan faydalı qazıntını və hasilatın aparıldığı su hövzəsini müəyyən edib yazın. Təbii ki, faydalı qazıntı təbii qazdır. 30. Təbii qaz. Dənizdə təbii ki, Şimal dənizidir. Şimal dənizi. Belə, bu qədər. 7-ci sınavın da sonuna gəldik. Gələn sınavlarda görüşmək üzrə hər birinizə təşəkkür edirəm. Sağ olun.